Genetik test. Baxın, sonsuzluq olan pasientlərdə genetik test. Gedin, genetik test verin. Amma burada bayaq dediyimiz o genetik test hilal uyğunluğu testi dedik. Aha. Uyğunluq testi çox da önəmli olmayan bir testdir. Bir də karyotip baxdırırlar. Nəyə baxdırırlar? Məsələn, mən sizə baxıram, 46XX deyirəm, normal görsənirsiniz. Amma baxaq, bəlkə burada ayaqlarda, xromosom qollarında bir qırıqlıq var, bir problem var. Məsələn, baxılır, əgər həm atada, həm anada eyni xromosomlarda bir problem olarsa, ola bilsin ki, tamam, bu iki eyni xromosom gəlir, bir embriona düşür, bəlkə ona bağlı bir problemimizə baxaq. Amma sadə ata və anada baxılan karyotipin çox da böyük bir önəmi yoxdur bizim üçün. Zaten baxanlarda 99% normal gəlir. 1% də gələ bilər ki, həm mikrodeletsiya var, translokasiya var. Deyirəm ki, sənin yoldaşında mikrodeletsiya da var, translokasiya da var. Sənin yoldaşın sağlamdır, düzdür mü? Şu an bir problemi yoxdur. Əgər xanımda da eyni şikayət olsa, desək, hə, bunda da o karyotipin o problemi var. Bu ikisi gəlib eyni embrionda birləşir, hə, o başqa məsələ. Amma bu açıdan bu da çox nadir, yəni ikisində də eyni şey tapılır. Çox nadir olar. İndi qohum olar, nə ola bilmirəm, amma yenə də karyotipin də o qədər ana və atada baxılan bəsit karyotipin bizə hər hansı bir xeyri yoxdur, onu da bildirim. Ümumiyyətlə vərəmin sonsuzluğa gətirib çıxartması və sonsuzluqda gedib vərəm testi etdirmək nə qədər lazımdır? Baxın, bu çox önəmli bir testdir. Mən Türkiyədə olanda, oxuyanda ya da işləndə bu testi heç çox önəmsəmirdik biz bu testi. Amma Azərbaycana gələndən sonra gördüm ki, Azərbaycan çox təəssüf ki, endemik vərəmin daha öncə endemik biz bölgəsi olub, indi niyə belə olubdu bilmirəm, deyə bilmirəm, amma Azərbaycanda biraz diqqətli olmaq lazımdır. Əgər endometrium çox qalınlaşmışsa, hər hansı müalicə ilə qalınlaşma getmir, sürə yapışma var, böyük nödüllər var, endometriumda belə xırda düyüncülər ya da borular da bağlıdırsa, bəli, artıq burada çanaq vərəmi dediyimiz, genital vərəm də deyirik, düşünmək lazımdır. Bəsit yöntəmlərlə mantı qoyula bilər, başqa testlər edilə bilər, sınaq testlər edilə bilər, vərəm diaqnozu qoyula bilər. Göndərir yol infeksiyon həkimi, yəni də vərəm dispanserindən diaqnoz qoyulur, gəlir, deyir ki, tutaq ki, problemim yoxdur. Bəli, artıq bununla da müalicə davam etdirir. Amma vərəm bir problemi varsa, mütləq vərəm müayinə olmalıdır. İndi biz düşünürük ki, vərəm ancaq ciyərlərimizdə olur. Yox, ciyər təmiz olmayıb, genital orqanlarda vərəm ola bilər, bəli. Amma bunu çox adamda var, bəlkə də bilmirlər, anlada bildinmi? İndi də bu test nə üçün önəmlidir bizim üçün? Hamiləlik açısından. Tamam, biz onun müalicəsini verərik, endometriumun girib yapışmaları açarıq, işte başqa yöntəmlərlə hamilə qalar, amma hamiləlik bilirsiniz, qadının müqamətini müəyyən qədər azaldır, immunosupressiv etki göstərir və vərəm baş qaldıra bilər. Hamiləlikdə olan vərəmlərdə ağrışma ilə gedə bilər. İşte vərəm meningiti, miliar vərəm, yəni bu da ölüm riskini artırır. Əgər bir pasientdə vərəm o qədər də öldürücü deyilsə, hamilədə öldürücü riski yüksəkdir.